Pak insanlarla oturun durun. Pak insanlar. Mənəvi insanlarla oturun durun. Mənəvi insanlar Allaha sevdirir insana. Əleyhisselam salam deyir, mücalisətul əşrar tuğrisu su'əzzən bil əxyar. Buyurur ki, pis insanlarla otursunuz, qəlbi qara insanlarla oturdur eləsiniz, yaxşı insanlara qarşı suizənə düşərsiniz. Nə mübarək cümlə deyə. Qeyb qəlbi qara adamla oturdur edəcəksən, o da elə içot. Oxuda onu oturduracaqsan ki, onunla oturub duranda onun rənginə boyayacaqsan, onun qoxusu səndən gələcək. Bir-birində sən yaxşılara başı suizən eləməyə. Bu qaydadır. Bu qaydadır. Yaxşılarla bağlı düşür şəklərə, şübhələrə. Deyirlər, ayəni deyim, bitirim. Maraqlı ayədir Quranda. Bir neçə yer var ki, cənnət əhli ilə cəhənnəm əhli danışır. Cənnət əhli cəhənnəm əhlinə deyəcəyi söz budur. Deyir, وَلَاكِنَّكُمْ فَتَنْتُمْ. Bir tərcüməsi budur, bir mənası. فَتَنْتُمْ, deyir, düşdünüz günahlar içinə. Məğzin deyirəm, şərh edirəm. Günahlar içinə düşdünüz. فَتَنْتُمْ أَنْفُسَكُمْ وَتَرَبَّسْتُمْ. İlişdiniz qaldınız o günahlarda, çıxmadınız. Bir adam xəta eləyər, sonra tövbə eləyər, çıxar, nə olar ki? Bir də elə qalıb orada, çıxmır oradan. Bataqlıqdan çıxmır. Qaldı o bataqlıqda, var təptum. Sonra düşür şək-şübhələrə. Şək-şübhə nə dəxli vardı? Bir alim belə izah verdi, insan günah çox eləyəndə, bəzi vaxtlar şək-şübhələr etdiyi günahlardan yaranır. Nəinki elmi, nəzəri tərəfdən yaranmır. Adam günahkarlarla çox oturub duranda şək-şübhələr çoxalmağa başlayır. Maiyyə baxın, haqq əhlinə qarşı şək-şübhələrlə dolub qovrulmağa başlayırsan. Var təptum. Mövzu deyir, elmi deyil, mövzu əməli tərəfdir. Bu Allahın, o günahların bədəlidir bu. Hətta ca əmrullah. Var qarrakum billahil qarur. Davam, əvvəlində də buyurub, qarrətkumul əmani. Sonra deyib, boş-boş arzularla yaşadınız. Allahın əmri gəldi, yetişdi. Şeytan da sizi aldatdı. Bu günlərə də qaldınız. Bəli. Pak insanlarla oturdur eləmək, insanın qəlbində Allah məhəbbəti yaradır. Allah məhəbbəti yaradandan sonra Allah razılığını güdürsən. Hər işi var, Allah istəyirsən deyəsən. Allah sənə üçün, Allah sənə üçün. Fikir verin də buna, çox demirəm. Adam məsələn ki, 2 dəqiqə otursa, bir şey, qaydan sonra deyir, neynim Allah üçün? Nə iş görüm? Allah istəyən şanslıdır görsən. O olan nəfəsidir. Olan bərəkətidir, lütfüdür. Ki, bu yolda bu çox mühümdür. Keçən dəfə düzdür, mən bir dənə mövzu açmışdım, o davamı biraz baxdım, biraz fəlsəfi bir mövzu, çətinlik olardı. Yəni, o hələ ki, saxladım biraz, amma mövzunun içində də biraz silim deyim, amma saxladım. Görüm, o nəsib olar bir vaxt, ya kitab yazaram, onu biraz gəlizdir, fəlsəfi bir mövzudur, ya da inşallah bir vaxt yeri düşə, asasda ona izah edərəm, Allahın lütfü inayəti ilə. Xülasə, ictimai yaşamason, ilahi yolu gedə bilməzsin. İlahi yolu getməkdə də mühüm amillərdən biri ilahi rızayətdir. Allah inşallah onu bizə nəsib eləsin. Elhamdülillah, Rabbil aləm.